İsrail Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərini təxirə salması pis hadisədir. İsrailin bir neçə istiqamətdə fəal hərbi əməliyyatlar apardığı bir vaxtda Netanyahunun Azərbaycana səfərinin 5 gün davam edəcəyi İsrail liderinin Bakı səfərinin önəmindən məlumat verirdi. İndi belə görünür ki, İsrail liderinin Azərbaycana 5 günlük səfərini zərurləşdirən həmin önəmli amillər ortadan qalxıb. Turkustan az məlumat verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib. Netanyahunun Bakıya səfərini Suriyada İsrailə Türkiyə arasında hərbi münaqişə ehtimalının artmasından sonra təxirə saldığı aydın görünür. İsrail Suriyada Türkiyənin dəstəklədiyi Sultan Murad və Süleyman Şah briqadalarının bazalarına zərbə endirməsindən sonra iki ölkə arasında münasibətlər son dərəcə gərginləşib. Suriyada Türkiyə ilə İsrailin qarşı-qarşıya gəlməsi ehtimalı çox artıb. Belə bir vəziyyət isə İsrail ilə Türkiyə arasında vasitəçiliyə çalışan Azərbaycanın təşəbbüslərini puça çıxarır. Başqa tərəfdən Netanyahunun Bakıya 5 günlük səfəri Azərbaycanı Türkiyə ilə İsrail arasında seçim etmək məcburiyyətində də qoya bilərdi. Görünür, İsrail rəhbərliyi müttəfiq hesab etdiyi və böyük dəyər verdiyini, hər imkanda nümayiş etdirdiyi Azərbaycanı belə bir seçim etmək məcburiyyəti qarşısında qoymaq istəmədiyi üçün Netanyahunun Bakıya 5 günlük səfərini qeyri-müəyyən müddətə təxirə salıb, politoloq qeyd edib.